Meydan TV işi üzrə həbs olunmuş Nurlan Qəhrəmanlı müstəqil jurnalistlərin həbsinə etiraz, həmçinin pis rəftara məruz qalması ilə bağlı müddətsiz aclığa başlayıb. Nurlan Qəhrəmanlı bundan öncəki məhkəmədə penitensiar xidmət əməkdaşları tərəfindən zorakılığa məruz qalmışdı. Azərbaycan siyasi məhbuslarının azadlığı uğrunda ittifaq 340 nəfərin yer aldığı yeni siyasi məhbus siyahısını açıqlayıb. Siyahı 12 kateqoriya üzrə tərtib olunub. Siyahıda jurnalistlər və blogerlər, hüquq müdafiəçiləri, müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri, dindarlar və başqaları yer alıb. Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olduğunu rədd edir. İranda kütləvi etirazlar zamanı həlak olanların cəsədlərinin morq və xəstəxanalarda saxlanıldığı və təhlükəsizlik qüvvələri tərəfindən ailələrinə yalnız 700 milyon tümən, təxminən 5000 ABŞ dolları qarşılığında təhvil verildiyi bildirilir. İnsan haqları təşkilatlarının məlumatına əsasən etirazlar zamanı ölənlərin sayı azı 2677 nəfərə çatıb. Minlərlə insan yaralanıb və on minlərlə şəxs həbs olunub.